Qonağımız isə politoloq Rəşad Bayramovdur. Rəşad müəllim, xoş gəlmisiniz sabahınız. Xoş gördük. Təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. Mən təşəkkür edirəm dəvət. Rəşad müəllim, maraqlıdır. İndi ABŞ və İran arasında yenidən bu 14 maddəlik memorandum məsələsi gündəmə gəlib və indi Pakistanın da məsələ ilə bağlı məlum məsələdir ki, fikirləri var, rol oynayır sözsüz ki mövzuda. İndi bu 14 maddəlik memorandumda ən son biz harda qalmışıq? Yəni ən son nələr təklif olundu? Sizcə nə qədəri qəbul oluna bilər? Tərəflərin bir-birindən gözləntisində hər hansı bir dəyişiklik və s. gözlənilirmi? Buyurun. Təəssüf ki, son olaraq razılaşdırılan memorandumun konkret maddələri ilə bağlı və nələrin razılaşdırılması ilə bağlı dəqiq məlumat yoxdur. Dünənləri ABŞ prezidenti özünün son açıqlamasında bildirdi ki, anlaşma memorandumunun detalları 24-48 saat ərzində açıqlanacaq. Amma istənilən halda vacib olan o idi ki, bu və ya digər şəkildə gərginliyin ən azından minimallaşdırılmasına nail olunsun ki, tərəflərin mövqeləri bu günləri hansısa bir ortaq məxrəcə gəlindiyini deməyə əsas verir. Təbii ki, prioritetlər var idi hər iki tərəf üçün. Ümumiyyətlə, bu, belə deyək, əsas vacib olan 3 istiqamət var idi. Bunlardan biri İranın nüvə proqramının məhdudlaşdırılması, ikincisi Hörmüz boğazı istiqamətində sabitləşmənin təmin olunması və nəhayət sanksiyaların yumşaldılması. Amerika Birləşmiş Ştatları üçün prioritet təbii ki, İranın hərbi nüvə potensialının bloklanmasıdır. İran üçün isə vacib olan özünün, belə deyək, iqtisadi təcriddən qurtulması, sanksiyaların yumşaldılması, indiyə qədər bloklanmış maliyyə vəsaitinə çıxış imkanının əldə edilməsi və s. ibarət idi. Tərəflərin bu və ya digər şəkildə bəyanatlarına baxanda, o cümlədən də Pakistan və son olaraq proseslərdə aktiv iştirak edən Qətərdən verilən bəyanatlara baxanda görürük ki, bir sıra məsələlər üzrə bir uzlaşma əldə olunub. Düzdür, hələ də bir-birini təksib edən məsələlər var. Misal üçün, maddələrdən biri İranın bloklanmış 24 milyard dollarlıq vəsaitinə çıxış imkanının təmin olunması idi və qeyd olunurdu ki, bunun yarısı, yəni 12 milyard dolları saziş imzalanmazdan öncə, yəni razılaşmadan əvvəl artıq açılacaq və İran tərəfinə təqdim olunacaq. Hər halda İran bu mövqeyini üzərində dayanmışdı və bununla bağlı razılıq olduğunu da bəyan eləyirdi. Amma İranın bəyanatından təqribən bir neçə saat sonra Amerika Birləşmiş Ştatları belə bir razılaşmanın olmadığını və həmin maliyyə vəsaitinin yekun razılaşma əldə olunandan sonra açıla biləcəyinə dair bəyanatla çıxış elədi. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, yekun olaraq nəyin razılaşdırıldığı ilə bağlı ətraflı məlumat olmadığından və rəsmi sənədlər ortada olmadığından biz kimin nə dərəcədə haqlı olduğunu da konkret olaraq deyə bilmirik. Yəni, konkret nəyə razılaşdırıldığını da deyə bilmirik. Amma istənilən halda, yenə deyirəm, ABŞ üçün prioritet əgər nüvə proqramının məhdudlaşdırılmasıdırsa, bununla bağlı mütləq şəkildə hansısa formada bir razılaşma əldə olunub. İlkin olaraq razılaşma ondan ibarətdir ki, İran konkret öhdəlik götürür ki, bundan sonra nüvə silahına heç bir vaxt belə deyək, sahib olmaq üçün müvafiq fəaliyyəti həyata keçirməyəcək. Amma yenə deyirəm, indi imzalanan anlaşma memorandumu tərəflər arasında nüvə razılaşmasının detallarına etibar etmir. Bununla bağlı ayrıca, yəni bu 60 günlük bir müddətdə böyük bir, belə deyək, işin həyata keçirilməsi, danışıqlar prosesinin həyata keçirilməsi nəzərdə tutulub və bu fonda da təbii ki, Beynəlxalq Atom Agentliyin də üzərinə çox böyük vəzifə düşəcək və onun da proseslərdə bu və ya digər şəkildə iştirakı növbəti mərhələdə olacaq. Prinsipcə əvvəldən gözlənilən baş verir. Yəni, heç kim demirdi ki, ilk, belə deyək, andan etibarən, yəni ilk razılaşmadan etibarən bu istiqamətdə artıq konkret qərar qəbul olunacaq. Yəni, İranın nüvə proqramı ilə bağlı. Çünki biz əgər ABŞ və İran arasında birinci nüvə sazişinə qayıtsaq, görərik ki, həmin nüvə sazişi ilə bağlı danışıqlar da uzun bir dövrü əhatə etdi özündə. İndiki mərhələdə bu cür razılaşmanın olması faktiki olaraq hər iki tərəfə sərf eləyir. Yəni, Amerika Birləşmiş Ştatları bir illik seçki ilindədir. Amerika Birləşmiş Ştatları üçün indiki mərhələdə bu və ya digər şəkildə prosesdən qalib olaraq ayrılmaq, ən azından bunun görüntüsünü yaratmaq vacib idi ki, indi çox rahat şəkildə, baxın, İran üzərinə heç bir vaxt nüvə silahına malik olmayacağı ilə bağlı bir öhdəlik götürdü, deyib öz qələbəsini elan eləyəcək. İkinci bir tərəfdən Hörmüz boğazının əvvəlki qaydada gəmilər üçün açıq olduğunu
bəyan eləyib, yenə də öz qələbəsini elan eləyəcək. İran tərəfinə də indiki razılaşma bu edəcək şəkildə sərf eləyir. Çünki onlar bəzi hallarda görürsən ki, müharibədən hətta əvvəlki belə desək, problemlərin həllini belə istəyirlər. Söhbət odur. Yəni İran tərəfi də deyir ki, bu dəniz blokadasını Amerika Birləşmiş Ştatları götürdü, bizi iqtisadi təcriddə saxlaya bilmədi, biz buna məcbur etdik Amerika Birləşmiş Ştatlarını, nüvə proqramı ilə bağlı, hər halda dinc məqsədlərlə bağlı davam etdirilməsinin üzərində dayanıbdır İran. Bununla bağlı ayrıca bir danışıqlar keçiriləcək deyir. Yəni hər iki tərəf üçün bu və ya digər şəkildə qəbul olunandır. Xüsusən də Amerika Birləşmiş Ştatlarının müharibə başlayanda ilk günlərdən etibarən İranda rejim dəyişikliyi və s. ilə bağlı verdiyi bəyanatlar var idi. Bunların heç biri faktiki olaraq baş tutmadı. Ona görə də İran da özünü qalib olaraq, belə deyək, proseslərdə elan eləyə bilər. Amma problem başqa şeydir. Problem ondadır ki, indiki anlaşma memorandumu hələ sülh demək deyil. Və tərəflər arasında bu keçən dövr ərzində, yəni indi anlaşma memorandumu imzalanır, ondan sonra artıq belə deyək 60 günlük bir müddət başlayır, texniki detalların müzakirəsi başlayır. Bu müddətdə hər şey ola bilər. Yəni baxın, ortada bir Amerika Birləşmiş Ştatlarının özündə bu məsələyə ikili yanaşma var. Yəni bir qism Trump administrasiyasına onda bu müharibədə Amerika Birləşmiş Ştatları nə əldə etdi? Yəni əgər söhbət təkcə Hörmüz boğazının açılmasından söhbət gedirsə, bu müharibədən əvvəlki vəziyyətə qayıdışdır. Yəni Hörmüz boğazı onsuz da açıq idi. Bütün ticarət üçün və rahat belə deyək, giriş-çıxış təmin olunurdu həmin boğaza. Hər hansı bir maliyyə vəsaiti alınmırdı İran tərəfindən bu və ya digər şəkildə gəmilərdən. Yəni indi nə əldə etdik? Əldə etdiyimiz bir İranın mən nüvə silahı hazırlamayacağam deyib götürdüyü öhdəlikdirsə, İran həmişə deyirdi ki, mən nüvə silahı hazırlamaq fikrində deyiləm. İran tərəfində isə biz anlaşma memorandumu ilə bağlı məsələ ortaya çıxan andan etibarən küçələrdə etiraz aksiyalarına şahidlik etdik. Belə deyək, ərəqçi və Qalibafla bağlı xain və s. kimi belə deyək, şüarlara şahidlik etdik. Bu nə deməkdir? Bu o deməkdir ki, baxın, ərəqçi hökumətin təmsilçisidir faktiki olaraq. Yəni, başqa sözlə, Pezeşkiyan hökumətini təmsil edir bu və ya digər şəkildə. Qalibaf da qanunverici orqanın rəhbəridir. O da proseslərdə, belə deyək, danışıqlarda faktiki olaraq iştirak edir. O zaman sual ortaya çıxır. Bu etiraz aksiyalarının və belə deyək, müdaxilə olmayan, dağıdılmayan, bu etiraz aksiyalarının arxasında kim dayanır? Demək ki, İranda əsl güc sahibi olan Sepah dayanır bu və ya digər şəkildə. Bu nə deməkdir? Bu o deməkdir ki, Sepah indi İranla Amerika Birləşmiş Ştatları arasında əldə olunan razılaşmaların bir sıra müddəaları ilə razı deyil. Və o baxımdan bundan sonra bu nə qədər davam eləyəcək? Sepah imkan verəcəkmi bu cür, belə deyək, sazişin imzalanmasına? Ən vacibi, baxın, sənədi kim imzalayıb? ABŞ vitse-prezidenti və İran parlamentinin sədri tərəfindən, belə deyək, ilkin memorandum elektron qaydada imzalanması həyata keçirilib. Amma İranın özünün konstitusiyasına görə bu və ya digər şəkildə deməli, sülh müqaviləsinin əldə edilməsi, razılaşmalarla bağlı hər hansı bir sənədin imzalanması, müharibənin elan olunması və yaxud da dayandırılması, hərbi əməliyyatlara başlanılması və yaxud da hərbi əməliyyatların dayandırılması birbaşa ali dini liderin səlahiyyətində olan məsələdir. Yəni, mütləq şəkildə bu ortada, yekunda indi anlaşma memorandumudur. Sonda bir sülh sazişi ortaya qoyulacaqsa, burada İran ali dini liderinin artıq imzası bu sənədin altında dayanacaq. Və bu günləri ali dini liderə daha çox bağlı olan, onun adından faktiki olaraq ortada olan Sepah bu günləri bu etiraz aksiyalarına və s. şərait yaradırsa, buna stimul verirsə, sabahları, belə deyək, yekunda qərarın nə olacağını indidən söyləmək olduqca çətindir. O cümlədən yenə deyirəm, Amerika Birləşmiş Ştatlarının özündə bu məsələ ilə bağlı fikir ayrılıqları və ən əsası İsrail faktoru. Netanyahunun belə deyək, mövqeyi. Yəni, sabahları, baxın, bir nömrəli məsələ, bu günləri anlaşmada bir nömrəli məsələ, bütün istiqamətlərdə atəşkəsin təmin olunması və müharibənin dayandırılmasını özündə etibar edir. Yəni, başqa sözlə, İsrail də Livan istiqamətində, İraq istiqamətində və digər istiqamətlərdə, belə deyək, hərbi əməliyyatlarını dayandırmalıdır. Sabahları İsrail dayandırmasa nə baş verəcək? Amerika Birləşmiş Ştatları İsraili yerində oturtmaq üçün hansı addımlar atacaq? Bu, əldə olunan razılaşmaların pozulmaması üçün
hansı rıçaqlardan istifadə eləyəcək və yaxud da İsrail artıq belə deyək, mənim özümün ölkəmə qarşı təhdid var, ona görə də mən sizin aranızda olan bu və ya digər şəkildə razılaşmalara qatılmıram deyib hərbi əməliyyatlara başlayacaqsa, İran hansı cavab addımlarını atacaq və İranın cavabından sonra Amerika Birləşmiş Ştatlarının mövqeyi nə olacaq? Yəni vəziyyət olduqca belə deyək qarışıqdır. Ona görə də indiki anlaşma memorandumu hələ sülhün belə deyək əldə olunması demək deyil. Yəni qarşıda çox ən yaxşı halda böyük müvəqqəti bir əslində sakitlikdən söhbət Bəli, belə deyək, gərginliyin aradan qaldırılması, yeni hərbi əməliyyatların olmaması və ən əsası da belə deyək, enerji bazarında sabitləşmənin təmin olunması baxımından olduqca mühüm belə deyək razılaşmadır. Çünki bu günləri iqtisadi ABŞ və İran arasında Hörmüzlə bağlı, dəniz blokadası ilə bağlı əldə olunan razılaşma faktiki olaraq təkcə ABŞ və İranı yox, həm də Asiya və Avropanı da bu və ya digər şəkildə əhatə eləyir. Çünki Hörmüzün bağlanması və ümumiyyətlə dəniz blokadasından onlar da çox böyük ölçüdə əziyyət çəkiblər. Razılaşmada bir sıra başqa məqamlar da var ki, bunlar da belə deyək, bundan sonraki mərhələdə 300 milyard dollarlıq bir belə deyək, sərmayə paketinə İranın əlçatanlığının təmin olunması. Yəni başqa sözlə indiyə qədər olan biz Vyetnam, Əfqanistan, İraq, ABŞ-la aparılan müharibələrə nəzər salsaq, onların da heç biri belə deyək, nəticə verən müharibələr deyildi. Bu və ya digər şəkildə elə İran müharibəsi kimi nəticəsiz qaldı. Amma Amerika Birləşmiş Ştatlarının son olaraq ora bu və ya digər şəkildə kreditlər ayırması, belə deyək, infrastrukturun bərpası istiqamətində maliyyə ayırması nəticəsində ABŞ faktiki olaraq uddu. Çünki əlavə bir kredit verirsən, ondan yenə də gəlir götürürsən. Yəni, iqtisadi baxımdan bu və ya digər şəkildə ABŞ özünün 40 günlük müharibədəki itkilərini bu şəkildə bərpa eləyə biləcək, yəni yerinə qaytara biləcək. Orada həmçinin, belə deyək, ABŞ qoşunlarının İran ərazisindən çəkilməsi, o cümlədən də Körfəz ölkələrində olan, indiyə qədər olan hərbi bazalarda bundan sonra daha artıq hərbiçinin yerləşdirilməməsi, daha çox texnikanın yerləşdirilməməsi ilə bağlı razılaşmalar da öz əksini tapıb. Bunlara nə dərəcədə riayət olunacağını da yenə də zaman göstərəcək. O baxımdan, bəli, dediyiniz kimi, ilk olaraq gərginliyin aradan qaldırılması baxımından olduqca mühüm və vacib addım olsa da, amma yekun sülh demək deyil. Sepah dediniz ki, bəzi məsələlərdən razı olmadığı bəllidir, yəni müqavilədə. Sizcə təxminən bunlar hansı bəndlər ola bilər ki, İranda hərbi hakimiyyət bunu istəmir? Baxın, Sepah konkret deyir ki, bu Amerika Birləşmiş Ştatları tərəfi birinci təzminat ödənməsini təmin etməlidir. İndiyə qədər həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində infrastruktura dəyən ziyanla bağlı. İkincisi, İranın onlar belə deyir, suveren hüququ, yəni nüvədən dinc məqsədlər üçün istifadə ilə bağlı, belə deyək, razılıqlarını verməlidirlər və bununla bağlı bloklanma həyata keçirilməməlidir. Yəni, başqa sözlə, İranın nüvə proqramının tamamilə dayandırılmasından söhbət gedə bilməz. Bu, prinsipial məsələdir Sepah üçün ki, bunun üzərində dayanırlar və İranın mövcud danışıqlarda iştirak edən tərəfləri, yəni Qalibov və Ərəqçi də haqlı olaraq deyirlər ki, İranın nüvə proqramı ilə bağlı hələ ki, hər hansı bir razılaşmadan söhbət getmir. Yəni, nüvə proqramının tamamilə bağlanması, dinc məqsədlər üçün istifadə edilib edilməməsi və s. bunlardan söhbət getmir. Söhbət İranın nüvə silahı əldə etməyəcəyi ilə bağlı öhdəlikdən gedir ki, biz onsuz da illər boyu nüvə silahına sahib olmaq istəmədiyimizi açıq şəkildə bəyan etmişik və sülh istəyən tərəfin argumentləri də kifayət qədər güclüdür. Yəni, bu günlər İran üçün vacib olan sanksiyalar rejiminin yumşadılması, iqtisadi təcriddən çıxmaqdırsa, bu memorandum faktiki olaraq o imkanları tanıyır. Və baxın, dünən sırağa günü artıq Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Belçika, Niderland, ondan sonra digər bir sıra Avropa ölkələri, hətta belə deyək, onların içərisində Yunanistan, Kipr və digər ölkələr də var. Bunların hər biri müvafiq razılaşma ilə bağlı artıq tam öz həllini taparsa, onlar da sanksiyaların belə deyək, aradan götürülməsi istiqamətində addım atacaqlarını bəyan eləyiblər. Yəni, İran üçün əgər narahatçılıq
ABŞ sanksiyaları götürsə belə, Avropa İttifaqının sanksiyaları saxladığı halda İran böyük ölçüdə bir şey əldə etməmiş olurdusa, indi faktiki olaraq Avropa İttifaqı ölkələri də ABŞ və İran arasında müvafiq razılaşma əldə olunacağı halda onlar da sanksiyaları götürəcəyi ilə bağlı bəyanatla çıxış ediblər ki, bu əslində İran üçün yeni imkanlar, tamamilə fərqli imkanlar və indiyə qədər olmayan imkanlar əldə etmək deməkdir. Yəni dünya bazarına çıxışın təmin olunması, Avropa bazarlarına öz enerji məhsullarının çıxarılmasının təmin olunması və digər bir çox mənada əslində İran qalib çıxmış sayılır bu məsələdə. Prinsip etibarilə mən belə deyək, bu müharibənin nə mütləq qalibi, nə də açıq şəkildə məğlubu yoxdur. Ki bu müharibələrin ümumi xislətidir. Hə, amma yenə deyirəm, bu və ya digər şəkildə bu gün Amerika Birləşmiş Ştatlarının indi ortaya qoyduğu və sərgilədiyi mövqe faktiki olaraq ABŞ-ın heç nə əldə etməməsi ilə prosesdən ayrılmasına bərabərdir. Əgər İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunacaqsa, o zaman ABŞ da deyəcək ki, bəli, əsas və vacib olan bu idi, buna da nail olduq. Aydındır. Rəşid müəllim, mən təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdaram Dəvətiniz üçün. Çox sağ olun. Əziz tamaşaçılar, politoloq Rəşad Bayramov bizim qonağımız idi. Bir daha təşəkkürümüzü bildiririk qonağımıza və